Dağlıq ərazidə sürətin seçilməsi. Dağlıq ərazidən keçən enişli yoxuşlu yollarda nəqliyyat vasitəsinin idarə edilməsi sürücüdən əlavə ustalıq və vərdişlər tələb edir. Belə yollarda sürücü yolun profilindən asılı olaraq nəqliyyat vasitəsini elə sürətlə idarə etməlidir ki, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmiş olsun. Görünmə məhdud olan enişli döngədə başlıca prinsip yol hərəkəti haqqında qanunda qeyd olunduğu kimi düzgün sürətin seçilməsidir. Sürücü hər bir halda ən münasib sürət seçməlidir. Bu seçim döngənin radiusundan, yolun səthinin xarakterindən, nəm və ya sürüşkən, eniş və ya yoxuş olmasından, qabarıqlığından, hərəkət hissəsinin enindən, yolun görünməsinin vəziyyətindən və sairə hallardan asılıdır. Konkret halda bu avtomobilin sürücüsü qeyd olunan faktorları nəzərə almayaraq nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün enişdə olan döngədə avtomobilin idarə edilməsini itirərək qəza törədir. İndi isə sürücünün yol verdiyi pozuntulara diqqət yetirək. Sürücü yolun ox xəttinin üzəri ilə hərəkət etməklə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozur. İnzibati xətalar məcəlləsi maddə 151.1. Sürücü yolda müəyyən edilmiş hərəkət sürətini 30-60 km/s həddində aşır. İnzibati xətalar məcəlləsi maddə 151.2. Ötmənin qadağan olunduğu yerdə sürücü ötmə əməliyyatı aparır. İnzibati xətalar məcəlləsi maddə 151.2. Sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaradır. İnzibati xətalar məcəlləsi maddə 151.3. Sürücü 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozur. İnzibati xətalar məcəlləsi maddə 151.2. Sürücü yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/s həddindən artıq aşır. İnzibati xətalar məcəlləsi maddə 151.3. Sürücü polis əməkdaşının nəqliyyat vasitəsini saxlama barədə tələbini yerinə yetirmir. İnzibati xətalar məcəlləsi maddə 151.3. Sürücü enişli sərt döngədə nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün qəzadan qaça bilmir. İnzibati xətalar məcəlləsi maddə 151.5. Sürət rejiminə əməl edin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi